Salam, hər vaxtınız xeyir olsun. Üzr istəyirəm, biraz narahatam, ona görə rahat danışa bilmirəm. Tolikin verilişində olduq bu günləri. Çox gözəl həvəslə getmişdim o verilişə və məni tanıyanlar da bilirlər ki, mən qalmaqaldan uzaq insanam. Çünki mənə qalmaqal lazım deyil. Mənə oxuduğum mahnılar, mənim toyum haqqında belə bir şeylərlə danışmaq istəyirəm və oxuduğum canlı oxutmaqdır, fonoqramadır, mahnılarımdır. Yəni bunlarla müzakirə olunmağımı istəyirəm. Mənə qalmaqal önəmli deyil. Qalmaqal olsaydı mən çoxdan elə qalmaqalına gəlib gündəmdə qalardım. Ki qalmaqala heç vaxtım yoxdur. Başım yəni işimə, gücümə və özümə görə öz problemim var. Evimdə xəstə atam var. Allah bütün valideynlərə can sağlığı versin. Olmayanlara Allah rəhmət eləsin.